sabah məsələ desələr ki, hansısa bağda məsələdə sadəcə rəqqasə kimi müğənniləri yığıb bir rəqs şousu oynadacaqlar və ona görə hərəsinə 5000 pul verəcəklər. Mən inandırım ki, şou biznesin yarısından çoxu yəqin ki, ona razılaşacaq. Çünki kim pulu verirsə, o da musiqini sifariş edir. Növbəti mərhələdə toya gedən müğənnilərə, estrada müğənnilərə biraz belə yuxarıdan aşağı manus kimi baxırdılar ki, bu nədir, siz toya gedirsiniz. Hətta Mir Yusif Dəyirman, oxumayın restoranda rep tapın başqa iş, Elşad Xosayev, Hüseyn Dəryaya bir kinayə ilə o sözü deyirdilər Sous trekində ki, yekə kişisən, repçisən, toya gedirsən. Amma sonra gördülər ki, toya gedir, maşın alır, toya gedən ev alır, toya gedən həyatını dəyişdirir. Artıq hamı başladı toy dalınca qaçmağa. İndiki mərhələdə artıq şou proqramlar da keçib ikinci tərəfə, kabinet məclisləri var. Məsələn, müğənnilər var ki, deyir, mən 150-200 manata gedib hansısa, məsələ, şou proqramda oxumaqdansa, mən elə gedirəm kabinetdə, hansısa vəzifəli bir adam, çünki vəzifəli adam da ictimai yerdə otura bilmir. Dostlarının yanında onu tərifləyirəm, zümzümə eləyirəm. O da çıxardıb mənə yola salanda cibimə 2000 pul basır. Yəni, bu da bir tendensiyadır.